Mən Əhmədova Lyudmila Qərib qızı. Cənab Prezident, mənim atam 2-ci Dünya Müharibəsinin 2-ci dərəcəli əlli olub, anam da bitiran. Mənim Kürdəmir rayonu Atakişli kəndində bibimdən, mən vərəsəsiyəm, bibimdən qalan miras. Demək olar ki, mən onu etibarnamə ilə Kərimov Qoşqar Muxtar oğluna etibarnamə vermişəm 10 illik. 10 il tamam olmamış, mən ora demək olar ki, bir ildə 12 ay varsa, mən bu 12 ayı 8 ayını qəbir üstə gəlib gedirdim. Atamın, anamın, bibimin qəbirlərini ziyarət edib gedirdim. Bir gün gəldim bura, bibimin evinin yanında, qonşuluğunda bibimin ögey nəvəsinin demək olar ki, gəlini yaşayır. Gəldim onlara, gördüm, nə gördüm? Bibimin evinin qabağında bir yekə kürsülü ev tikilib. Soruşdum, bu nədir? Deyir ki, orada qalan adam ev tikib. Biz onu vermişdik kiraya kimi, baxsın, pul almırdıq. Kiraya kimi yəni yegilən, içgilən, meyvəsindən, baxgilən ağaclar yanıb qurumasınlar. Vaxt gəlib çatanda, Kupça, Kürdəmir rayonu gəlib çatanda özəlləşdirəcəm. Biləcəm ki, nə var, nə yox, nə eləyəcəm. Nəysə, mən keçirəm bu taya, deyirəm ki, balam, ay filan kəslər, sizə kim icazə verib ki, burada gəlib ev tikəsiniz? Deyir ki, icra hakimiyyəti, kənd soveti, bələdiyyə. Hələ bilirsən, biz bələdiyyə nə qədər pul vermişik, hələ borcu da qalmışıq. Bura deyir ki, Kürdəmirdir. Kürdəmirdə deyir ki, adamı öldürürlər, dirini dirildir, ölünü dirildirlər, dirini də öldürürlər. Kürdəmir belə yerdir. Nəysə, mənim bacım qızını, həmən bu Kərimov Qoşqar Muxtar oğlu, polisdə qeydiyyat şöbəsində işləyirdi. Məndən icazəsiz, mənim heç xəbərim olmadan ora onu qeydiyyata salır. Nə fırıldaqları vardı, bilmirəm. Sonra bacımla öz aralarında onlar alqı-satqı elirlər, notariussuz, zadsız. Mən etibarnamə ilə vermişdim 10 illik. Yaşayın, bağıma, bostanıma baxın. Sonra da ki, çıxın, gedin. Nəysə, bacımla onun arasında nəsə, nə söz söhbət, nə alış-veriş olub, bilmirəm. Mən nə pul görmüşəm, nə bir şey görmüşəm. Mən gedirəm 5 saylı vəkillər bürosuna. Vəkillər bürosunda Nərminə Məmmədova Rəşid qızı ilə tanış oluram. Mən onunla danışıram, razılaşırıq. Mən sənə demişəm ki, Nərminə xanım, 5000 pul verəcəm, mənim evimi özəlləşdirəsən, bir də ki, evimin qabağında qanunsuz tikintini söktürmək lazımdır. Bu mənə razılığa gəlir, deyir, filan dokument, filan arayış, hazırla, gəlginən. Nəysə razılaşırıq, başlayırıq işə, sözün qısası, düz 5 ilə. Bu mənə Kupça alır, Kupçanı da elə alır ki, mənim bacım qızını əvvəlcə məhkəmə qərar vermişdi ki, evimə Kupça ayrı, torpağa görə ayrı. Nərminə nə fikirləşmədi, təzədən mənim Kupçamı demək olar ki, bacım qızını salır mənim Kupçamın üstünə. Mən təzədən yenidən verirəm, müraciət edirəm bu inzibati məhkəməyə iddia ərizəsi ilə orada yaşayan qanunsuz tikilmiş evi söksünlər. Çünki birinci məhkəmə qərar verdi ki, ev sökülməlidir. Kupçamın arxasında da, tertörün arxasında da yazılmışdı ki, qanunsuz tikinti. İndi bu necə olur ki, evin yəsi mən, mirasın yəsi mən, yoldan keçən gəlib məni verir apellyasiya. Apellyasiyada demək olar ki, elə qərar veriblər ki, bunlar oldu doğru, mən oldum yalançı. Mənim evimin qabağını, mənim işığımın qabağını kəsən adam gedib məni verib apellyasiya məhkəməsinə ki, güya ki, birinci məhkəmə düz qərar verməyib. Düz qərar güya ki, verməyib. Qərar verilib. Sonra ekspertizanın rəyi də var. Ədliyyə Nazirliyinin ekspertizanın rəyində də yazılmışdı ki, bu tikinti qanunsuz tikintidir, ev üst-üstə düşür. Bu ev sökülməlidir, bağın o tayından ev tikilməlidir. Cənab Prezident, mən sizdən artıq dərəcədə xahiş edirəm. Kürdəmir rayon icra hakimiyyəti, düz 4 dəfə o icra hakimiyyətini dəyişmişsiniz. Bu 4-cüdür ya 5-cidir. Bu 5-ci gələn icra hakimiyyəti demək olar ki, bu gələn kimi mənim demək olar ki, darvamı söküblər, icazə verib. Darvamı söküblər, hökumətin torpağını təzələn zəbt ediblər, torpağı artırıblar.
Bu icra hakimiyyəti nəyə baxır? Bu icra hakimiyyəti mənim əmim nəvəsi orada işləyirdi, cavan uşaq idi. Anası ölümcül vəziyyətdə idi, onkologiya. O yazıq uşağı götürdü, 2 ayda işləyirdi. Onu çıxartdı, 2 ayda evlənmişdi. Onu çıxartdı, yerinə həmin adamları saxladı. Hansı ki, rüşvət gətirib icra hakimiyyətlərinə verirlər. Kənd Soveti nümayəndəsi o qədər yeyib tıxıb ki, ata kişidə bir qarış yer qalmayıb. Otağa girə bilmir. O qədər şişib ki, yer yoxdur keçməyə. Bələdiyyə mənim öz zakonlu torpağımı mənə 700 manata oxudu. Hökumət deyir ki, torpağınızı özəlləşdirin. Bir əsrdən çoxdur o torpaq, o çəpərin içində, hasarın içində torpağım gəlib deyir ki, torpaq mənimdir. Dədöndən qalıb o torpaq. Sən mənə torpağı necə sata bilərsən? Hökumət deyir ki, get özəlləşdir. Demir ki, götür sat qoy cibvə. Yoldaş prezident, mən sizdən artıq dərəcədə xahiş edirəm. Mənim 22.500 manatımı Nərminə Məmmədova demək olar ki, mən müraciət eləmişəm ombudsmana, mən müraciət eləmişəm Milli Məclisə, müraciət eləmişəm Daxili İşlər Nazirliyinə, prokuraturaya, Ədliyyə Nazirliyinə, administrasiya, çox təriflədiyiniz administrasiya keçmişdən də betərdir, yalandır, heç bir işə baxmırlar. Administrasiya, korrupsiya, heç biri mənim işimə baxmır. Mənim 75 yaşım var, mən cavan qız deyirəm. Mən öz haqqımı tələb edirəm. Mən demirəm, mənə artıq maaş verirsiniz, artıq pensiya verirsiniz. Mənim haqqımı mən tələb edirəm. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Bu Kürdəmir rayon icra hakimiyyətinə onları biraz sirkəliyin. O bələdiyyəni, vapşı bələdiyyə olmalıdır. Bələdiyyə yeyib, tıxır, zəhərlənir, gətirir, qoyur icra hakimiyyətin ocuna. O artıq yemdir orada. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Nərminə Məmmədova, 5 saylı vəkillər bürosunun Nərminə Məmmədova və Rəşid qızı. 22.500, o məndən tikə-tikə alıb. 11 ildə iş olar. Sən məndən 5.000-ə danışmısan, 22.000-ə danışmamısan ki. 22.000 danışsaydın, o başqa məsələ. Sən mənlə danışmısan 5.000-ə. 5.000 mən sənə pul verəcəkdim. Sən də mənə kupçalaşdıracaqdın evimi. Evimin qabağında da qanunsuz tikilmiş evi sökdürməliydin. Amma sən nə elədin? Mən kupçamı aldım, bacım qızını mənim kupçama saldın. Sonra da ki, evimin qabağında, daha da o kefdə damaqdadır. Mənim evimin qabağında qanunsuz tikilmiş ev kefindədir. Mən öz evimə gedib gələ bilmirəm. Mənim evimi elə oyurlar ki, nə vaxtı söküləcək. Hələ bu, kim ki orada ev tikib, güya ki, bələdiyyə güya ki, onlara göstəriş vermişdi ki, o mənim evimi də sökül. Mən ölmüşəm bəyəm. Siz niyə maraqlanmamışsınız ki, bu adam yaşayır, ölüb, telefonumu da bilirdiniz. Siz mənə bir zəng eləyərdiniz, deyərdiniz ki, balam biz burada ev tikmək istəyirik, sənin evi sökmək istəyirik, sənin bacın deyib. Mənim heç bir şeydən xəbərim olmayıb. Mənim xəbərim olmadan apellyasiyada nə istəyiblər, onu da yazıblar. Onu da yazan Ucar rayonunun hüquqşünası vardı, İlkin adda, indi vəkillik eləyir. Hamısını onu da yedizdiriblər, hamısını eləyən də odur. Məndən icazəsiz almamışsınız. Mənim heç bir xəbərim olmayıb, özü də yalanca yazıblar ki, mənim xəbərim olub, mənim icazəm olub, elə də yazıb veriblər Ali məhkəmə. Ali məhkəmə də indi olmur. Çox pis ki, Ali məhkəmə olmur. Ali məhkəmə də ki, ağına bozuna baxmamış, kefir nə istəyib onu da yazıb. Bir soruşaydın, maraqlanaydın ki, onlar düz yazıblar, yoxsa ki, mən düz deyirəm. Nəysə, mənim ziyanıma qərar verilir. Mən evin yəsi, mülkün yəsi, vərəsəsi, ancaq məni uduzdurdular. Kimsə orada yaşayır, mən öz evimə gedə bilmirəm. Mənə gərək bir dənə vertolyot ayırasınız ki, mən çerez vertolyot evimə girim, vertolyotla da çıxım. O biri tərəfdən deyir ki, bələdiyyənin torpağıdır. Dədöndən qalıb bələdiyyənin torpağıdır. O torpaq olub Kənd Sovetinin, sonra icra hakimiyyətinin. Mənim 6 yaşım var idi, mən orada klas oynayırdım. O vaxtdan elə o mülk mənim bilmə məxsus idi. Çox sağ olun, minnətdaram, yoldaş prezident. Mən sizdən artıq dərəcədə xahiş edirəm, mənə kömək edirsiniz. Mən cavan qız deyirəm, amma mənə kömək edin.